Deməli, bu testin izahına baxaq. İlk növbədə 0,2 mol bu duzu qrama çevirək. Bu duzu x2SO4 3-ü belə yaza bilərik də, 2x üstə gələk. SO4 96-dır. 96-nı vursaq 3-ə. Deməli, 96 vuraq 3, 288. Bax, bu x2SO4 üçün emeridir. Bunu vururuq 0,2-yə. Eləyir nə? 0,4x üstə gələk. 288-i də 0,2-yə vuranda eləyir 57,6. İndi bu duzun kütlə payı deyir 25%-dir. Onda nə edirik? 0,4x üstə gələk 57,6-nı 25% götürürük. Məhlulu isə 100% götürürük. Görək, ilkin məhlulun kütləsi nə qədər imiş. Və buradan məhlulu tapırıq ki, deməli, 1,6x üstə gələk 230,4. Bu olur məhlulun kütləsi. İndi deyir ki, 80 qram həmin duzdan əlavə olunanda 40% məhlul alınır. Onda omega düsturuna əsasən baxın 40 bərabərdir. İlkin məhlulda olan, həll olan nə qədər idi? 0,4x üstə gələk 57,6, üstünə gəlirik 80. Bəs məhlulumuz nə qədər oldu? Deməli, 1,6x üstə gələk 230,4. Bu həll olanı həm də məhlulun üstünə gəlirik. 80 vuraq 100. Və buradan x-in nisbi atom kütləsini tapmaq olar.